Bir məsələ də deyim, sözümün yekununa doğru bu məsələni bugün qeyd edeyim ki, bugün biraz təzə söz olsun sizlər üçün bəlkə də. Nə dedik bugün? Dedik ki, bizdə bir sıra irsi müsbət xüsusiyyətlər var. Genetik, irsi, ata-anadan əldə etdiyimiz. Onlar gərək bizi aldatmasın. Onları öz ayağımıza, dinimizin, imanımızın ayağına yazmayaq. Fəlsəfəsini də izah elədik. Bunlar onun üçündür ki, biz bunlar vasitəsilə insanlığı təcrübə edək. Yolumuza davam etməyə bir stimul əldə edək. Amma bəzi insanlar var, buna diqqət etməyinizi xahiş edirəm. Bəzi insanlar var ki, Allah onlara qismət eləyir. Bu anadan gəlmə müsbət xüsusiyyətlərini də Allah yolunda sərf edirlər. Bu Allahın xüsusi inayətidir. Bəziləri isə bu irsi müsbət xüsusiyyətlərinin hamısını iblisin, şeytanın yolunda sərf edirlər. Mən bunu sizə keçmişdə demişəm, bəzi adamlar fəzilətləri, müsbət cəhətləri səbəbindən cəhənnəmə gedəcəklər. Təkcə mənfiliklər bizi cəhənnəmə aparmır. Məsələn, bir adam nəcib adamdır, anadan gəlmə belədir. Nəcib adamdır. Nəcib adam nə deməkdir? Nəcib adam budur ki, adamlara yox deməyi xoşlamır. Biz adam var ki, biri gəlir qapısına, yoxudur, tez rahat deyir, yoxdur. Yoxu rahat deyir, bu pis şeydir. Yox demək də, gəlir insan rahat deməyə olmasa da, bu nəcabətdir, nəciblikdir. Bu adam ki, anadan gəlmə nəcabəti var, nəcibliyi var, biraz özünə fikir versə, Allah onda bir zərrə nur görsə, onun əlindən tutacaq və bu nəcabəti kömək eləyəcək ki, o islah olunsun. Aşura günü İmam Hüseyin onun qabağına çıxardacaq. İmam Hüseyin ona deyəcək ki, gəl mənə kömək elə. Bunun da nəcibliyi, nəcabəti imkan verməyəcək imama yox desin. O qədər də heç imanlı, təqvalı deyil, o qədər də əqidəli adam deyil, amma bir nəcabəti var. Allah qarşılaşdırır onu məsumla. Məsum deyir, məni köməksiz qoyma. Bu sırf anadan gəlmə nəcabəti səbəbindən ona yox demir. Deyir, oldu. Bununla da nicat tapır görürsən. Bununla da nicat tapır. Bu karvana qoşulur və belələri var idi. Belələri var idi İmam Hüseynin karvanında. Sırf genetik xüsusiyyət idi, amma yerində istifadə elədi, Allahın köməyi ilə istifadə elədi, nicat tapdı. Başqasında da həmin xüsusiyyət var, anadan gəlmə, nəcib xüsusiyyət var. Üzdən keçə bilmir, yox deyə bilmir. Düşür bir qrup alçaq adamın çevrəsinə, onlar ona gündə bir şey təklif edir, bu da deyir, dostdur da, sözdür deyir, ona görə gedir günaha düşür. Ona da təklif edirlər ki, gəl gedək Əlinin evinə hücum eləyək. Əlinin evinə hücum çəkək. Əliyə təcavüz edək evinə. O üzdən keçmir, gedir, qoşulur onlara. Ürəyində deyir ki, indi mən Əli ilə düşmənçiliyim yoxdur, amma dostlar dedi, getdik. Biri həmin nəcabətlə cənnətin zirvəsinə çatır. Biri həmin nəcabətlə cəhənnəmin dibinə gedir. İnanın Kərbəlada belələri var idi. Üzdən keçməməyə, nəyə, nəcib xüsusiyyətlərini iblisin yolunda sərf elədilər. İkisində də genetikdir xüsusiyyət. Amma bir qədər özünə fikir versən, Allah o genetik xüsusiyyətləri öz dininə xidmətçi qərar verər. İrsi müsbət xüsusiyyətlərini. Xoşbəxt eləyər səni. O deyirləri filan ayda doğulanların filan xasiyyətləri var. Mən biraz da inanıram onlara. Düzdür, ulduz falı filan sizi ulduzlar nə vəd edir. Bunlar boş şeylərdir. Ulduzlar adama bir şey vəd eləmir. Yəni tam müqəddərat mənasında boş şeylərdir deyirəm. Amma mən təhlil eləməmişəm. Bir şeyi də təhlil eləməmişəmsə, qəti söz deyə bilmərəm o barədə. Amma mən ehtimal verirəm ki, doğulduğun ayın, günün xasiyyətləri və təsiri var. Ola bilər, yəni ehtimal kimi deyirəm. Tutaq ki, var. Müəyyən qədər bəlkə də həqiqət var. Ona deyəcəksiniz, bəs din nə oldu onda?
doğulduğum gün mənim xasiyyətimi formalaşdırırsa, bəs din, Allah, Peyğəmbər nə oldu? Cavab budur ki, bunlar təbii xüsusiyyətlərdir. Bir budur ki, siz bu təbii xüsusiyyətlərinizi dəyişə bilərsiniz. Bu gücü də Allah sizə verib. O ilin günün təsirini dəyişməyi qüdrətini Allah sizə verib. İkincisi budur ki, bu təbii xüsusiyyətlər ki, ayın günün hesabına sizdə var, onu hansı səmtə yönəldəcəksiniz? Burada ixtiyar sahibisiniz və Allah əl-üzdən tuta bilər. Keçən dəfə dedim, hətta şəhərlərin təsiri var. Harada yaşamasının, dağ havasında bir cür əxlaq formalaşır, səhrada bir cür əxlaq formalaşır, hədislərdə də var. Ağsaqqallar dərdən danışır, deyir, filan rayon cəmaatı, məsələn, zirəng olur, filan rayonun cəmaatı, məsələn, zehinli olur. Da ad çəkmək istəmirəm, mən mənfilərini saymayaq da, yerlərin müsbət cəhətlərini sayaq. Məsələn, filan yerin cəmaatı qeyrətli olur, filan yerin cəmaatı əl açıq olur. Müxtəlif yerlərin müsbət xüsusiyyətləri var. İndi ged həmin şəhərə, bəziləri həmin cənnətli idi, bəziləri cəhənnəmli idi. Şəhərdə hamıya cənnətli, hamı da cəhənnəmli deyil. Onlar cənnətli idi ki, həmin bu qeyrət ki verilmişdi ona, yerin səbəbindən, aldığı mühitin təsirindən, zəhmətsiz qeyrətli adam idi, o qeyrətini ağlına tabi edir, Allaha yönəldir, o qeyrət onu cəhənnəmə aparır, bu birini cənnətə aparır, bu birini həmin qeyrət cəhənnəmə aparır. Filan yerin cəmaatı əl açıqdır, atadan, anadan gəlmə mühitdən belədir, məsələn deyirəm. Biri, həmin o dindar var ki, əl açıqlıq ki, səxavət atadan, anadan ona keçib, onu Allah yolunda sərf edir. Dindar da mən tanıyıram ki, o da xərcləyir, amma bir xeyirli bir işə xərclənmir. İsraf eləyir, sağa sola dağıdır. Bəzilərinin, bir cür iştihadı var axı pul xərcləməkdə. Allahın dininin filan işlərə ehtiyacı var. Bu özü ictihad edir. Mən ancaq filan şeyə, könlünə xoş olan şeyə pul xərcləyir. Ürəyi belə istəyir bunun. Adamda anadan gəlmə müsbət xüsusiyyətdə olanda onu ağlına tabi elətdirə, prioriteti tapa ki, bu nəyə mən bunu eləsəm daha vacibdir. Yox, bunu düşünmür. Bunun zövqünü deyir, mənə heç kəs heç nə deməsin, mən filan şeyə vəsaitimi xərcləyirəm. Amma ondan 100 dəfə vacib işlər var ki, ona yaxın düşən yoxdur. Səxavətlərimizin böyük bir qismi ancaq bozbaş verməyə səxavətlidir. Aş verməyə səxavətlidir. Hələ o da az qismi, çox heç aş bozbaş da vermir. Amma hansısa bir dini işi qulpundan yapışasan, yardım eləyəsən ki, o iş yerdə qalmasın, hansısa bir dinə xidmət eləyən insana dəstək verəsən, hansısa bir kitabın nəşr olunmasına, görürsən ki, ağlına tabi elətdirməyib, öz zövqünə uyğun hərəkət eləyir. Allah gərək sözün qısası adama lütf eləsin ki, anadan gəlmə müsbət xüsusiyyətləri düzgün səmtə yönəltsin. Adam var anadan gəlmə qeyrətlə, anadan gəlmə mehribançılıqla, anadan gəlmə səxavətlə cənnətə gedir, bəziləri də həmin xüsusiyyətlərlə cəhənnəmə gedir. Müsbətləri ilə cəhənnəmə gedir. Biri yumuşaq adamdır, gülərüz adamdır. Gülərüzlüyün bir xüsusiyyəti nədir? Gülərüz adam özünə cəzb eləyir adamları. Bu bunun xüsusiyyətidir. Kim xoş əxlaqdırsa, onu cəmaat çox istəyir. Peyğəmbərə də deyir ki, sən xoş əxlaq olmasaydın, bir dənə adam başında qalmazdı. Vay o gündən ki, din təbliğatçısı qaşqabaqlı ola, davakar ola, cəmaatla dava dilində danışa. Məsələn, bu mehriban adamdır, xoş əxlaq adamdır. Xüsusiyyət də budur ki, insanları özünə cəzb eləyir. İnsan var, bu anadan gəlmə xüsusiyyətindən istifadə eləyir. İnsanları xoş əxlaqı vasitəsilə dinə cəzb edir. İnsan da var, özünə, başına adam toplayır, şan şöhrətini artırsın. Həmin mehribançılıq bunun cəhənnəmə getməsinə səbəb olur, onun cənnətə getməsinə. Hərçənd ki, heç biri zəhmət çəkib qazanmamışdı, Allah vermişdi. Amma Allah verəni biri var ki, məsələn, bir mehriban adamdır, dindardır, əxlaqı ilə cəmaatı çəkir, özünə yox, ətrafını çoxaltsın, desinlər filan kəsin məscidində adam çoxdur. Dinə cəlb eləyir, mənəviyyata yönəldir.
Adam da var, yox. O müsbət xüsusiyyətlərindən istifadə edir, say artırır ki, mənə salam verən çoxalsın, mənə təzim edən çoxalsın, mənə yer göstərən ki, gəl, keç burada otur, buyur orada otur. Onunla da cəhənnəmə düçar olur. Bunların hamısı təhlil olunması məsələlərdir. Allah gərək lütf eləsin adama ki, adamın müsbət xüsusiyyətləri Allah yolunda sərf olunsun. Nəyə əsasən lütf eləyir? Uzun söhbətdir. Gərək yalvaraq, yaxaraq, əl açaq, dua eləyək, istəyək Allahdan. Hamıda müsbət xüsusiyyətlər var anadan gəlmə. Allah bəzilərinə nəzər eləyir, dinin xidmətinə keçirdir o müsbət xüsusiyyətləri. Bir söz dediyim, sözümü bitirim, amma qorxuram ki, düz başa düşülməyə, hər halda deməliyəm. Bir söz də budur ki, bəzi pisliklər də var ki, irsidir də, hamımızda var. Ata-anamızdan bizə irsi mənfi xüsusiyyətlər keçib. Məsələn, bəzi adam var, əsəbidir. Baxırsan ki, atası da əsəbidir, babası da əsəbidir, əsəbidir də bunlar, ailəlicə nervlidirlər, hamıya əsəbidirlər. Bəziləri var, görürsən ki, nizam intizamsızdır. Baxırsan, görürsən, elə hamısı belədir. Bu belə görüb. Öz taksiri deyir yazığın. Tez də məyus olmasın ki, mən namazımı keçən dəfə dedim, vaxtında qıla bilmirəm. Bu, hər işin belədir, indi yavaş-yavaş düzələrsən. Hələ namazı qıl. Sən axı bir işi başlayanda bir ay davam eləmir heç bir işin. Sən hələ bir ay namazı qıl, böyük şeydir. Çünki sən nəyə başlayırsan, həvəsə düşürsən, 2-3 gün sonra tərk edib qoyursan kənara. Bəzi pis xüsusiyyətlər var ki, genetikdir. Əvvəla, bunu deyim ki, bu genetik pis xüsusiyyətlər var ya, anadan gəlmə. Onlar adamı rahat cəhənnəmə aparmır. Allah o məsələlərdə bizə çox güzəşt eləyir. Allah bizi yaxşı tanıyır. Bir dənə iş görərsən, Allah tövbə qapısını üzvə bağlayar. 100 dənə günah eləyərsən, Allah deyir, yoxdur. Yönəldər insanı. Çünki bilir də, bunu səndə var zəiflik, anadan gəlmə, sənə güzəşt eləyir. Bir də var, yox, səndə zəiflik yoxdur, özü ələ salırsan, Allahı saymırsan, bunu eləyirsən. Gündə məsələn, azı norması bunun 20 dəfə əsəbləşməkdir. Anadan gəlmə belə çılğındır da bu insan. İndi bu onu salıb məsələn 10 dəfəyə. Bu 10 dəfəyə salıb, Allah o qalan onu tez bağışlayır. Çünki çalışır bu adam. Mən cürət yaratmaq istəmirəm. Sizdəki sabah deyəsiniz, mən beləyəm də Allah məni bağışlayar. Hər halda adam özünə nəzarət eləməlidir. Amma Allah güzəşt eləyirdi, Allah da güzəşt eləyən Allahdır. Hər şeyə görə adamı cəhənnəmə aparsaydı, yer üzündə adam qalmazdı. Cənnətli olsun. Görürsən, indi çılğın adamdır, özündən asıl deyil, əsəbləri yerində deyil. Bir də görürsən, məsələn, bir gündə 10 dəfə də əsəbləşir, tez də üzr istəyir. Deyil, hədisdə var, mömin səhv elədi, üzr istəyər. Burada bir şey yoxdur. Deyirsən, məni bağışla. Bəzisi üçün elə ağırdır ki bu. Bir ömür düşmənçiliyi, bir dəfə üzr istədi, mən səhv elədim. Nə olar axı? Ümumiyyətlə, çalış, səhv eləmə, indi amma səhvdən sığortalanmamısan deyə üzr istə. Və bir təəccüblü bir söz deyim, hansı təəccüblü söz? O söz bundan ibarətdir ki, bəzən Allah bəndəni o qədər çox istəyir ki, onun zəifliyindən də öz dininin yolunda istifadə edir. Bu sözü sui-istifadə olunmasa doğru sözdür. İnsan əsəbi adamdır. Əsəbi adamdır. Və çalışır ki, əsəblərini cilovlasın. 10 dəfədən 2-sində bacarır, 8-ində bacarmır. Allah görür bunda bir müsbət bir şey görür. Götürür bunun əsəbini yönəldir bəşəriyyətin, insanlığın düşmənlərinə qarşı. Bəzi yer var ki, bu əsəb bir iş görməlidir. Onun əli ilə Allah, məsələn, təcavüzkarın cavabını verir, payını verir. Məsələn, torpaq işğal olunub, hər insan, hər kişi, hər oğlan o cürətdə deyil ki, getsin, düşmənlə üzədə yansın. Bəziləri var, irsidir, özündən asıl deyil, şücaətlidir. Amma Allahın xoşu gələndə o şücaəti yönəldir ora. Bəzi də əsəbidir, Allah onu düşmənə qarşı yönəldir, onun əsəblərini, onun qəzəbini.
Düzdür, Allah yolunda olan qəzəb əsəbdən qaynaqlanmamalıdır, söz o deyil. Allah yolunda qəzəb başqa şeydir. Amma indi bu əsəbidir də, məsələn, çox da çalışır ki, əsəbi olmasın. Allah götürür bunun əsəbini yönəldir düzgün istiqamətə. Adam var, əsəbidir, əsəbindən istifadə edir, hansısa bir məzluma kömək eləyir. Adam var, əsəbidir, gücü məzluma çatır. İkisi də əsəbidir. Əsəbini məzlumun üstünə tökür, zəifin üstünə tökür. Adam da var, ikisində də anadan gəlmədi. Bu zəifliyin Allah nəsə görüb onu da xoşlayıb, bir məzluma yardım olur bunun əsəbiliyi. Belə cəhətlər var insanlarda. Allah bir adamdan xoşu gəlsə, onun anadan gəlmə irsi, müsbət xüsusiyyətlərini öz dininin xidmətinə yönəldər və hətta mənfi xüsusiyyətlərini də bəzən böyük əcrə çatmağa vasitə eləyər. Sözümü bitirirəm. Həzrət Əli əleyhissalam Əqilə dedi. Əqil Həzrət Əlinin qardaşı idi da, bilirsiniz. Özdəki əsəb, nəsəb şunas idi. Yəni, məsələn, tanıyardı da filan qəbilə necədir, filan qəbilə necədir. Bu şeyləri yaxşı bilərdi. Həzrət Əli onu çağırır yanına, deyir, mənə elə bir xanım seç, xanım Fatimə Zəhradan sonra. Elə bir xanım seç ki, şücayətli qəbilədən olsun. Şücayətli, cəsarətli qəbilədən olsun. Əqil gedir, xanım Ümmülbənnin qəbiləsini tapır, onu seçir. İstəyirəm ki, gələcək övladımın anası şücayətli olsun. Ümmülbənni seçir. Yəni, övladımın təqvasından, imanından, mənəviyyatından əlavə ona anasından bəzi xüsusiyyətlər gəlsin ki, onun mənəviyyatına yardımcı olsun. Ata əmir əl-möminin də olsa, ananın uşaqda təsiri başqadır. Muhammed Hənəfiyə döyüşlərdə süstlük göstərəndə bəzən şücayətli çatmırdı. O da oğluydu da, Hənəfiyyədən olan oğluydu. Biraz qorxaq deməzdim, biraz süstlük göstərərində Həzrət Əli deyir ki, onun anasından keçib o xüsusiyyət ona. Bu irsi xüsusiyyətdir. Getdi Ümmülbənni seçdi. Amma başqa fəziləti də var imiş bu xanımın, həm də ədəbliymiş. Şücayətlə ədəb bir adamda qarşında lap gözəl olur. Ədəbliymiş, gəlir evə, gəlin köçən kimi deyir ki, mən bu uşaqların, Fatimənin balalarının, övladlarının kəniziyəm. Onlara xidmət üçün gəlmişəm. Doğrudan da indi söz gəldi, yadıma düşdü, elə söhbəti hazırlayanda bu misal yadıma düşdü ki, doğrudan da harada Əbəlfəz ağanın adı gəlir, görsən həmişə ona işarə olunur nəsə. Həzrət Əli onu seçib, onun irsi də olsa oğluna ötürdüyü xüsusiyyətlər gələcəkdə dinə yardımcı olacaq, böyük görəcək. Bəqiyə də gedirsən Mədinədə, onun qəbrini kim görübsə, Allah görməyənə də, görənə də qismət eləsin. Ən qaşqabaqlı pis adamları qoyublar onun qəbrinin yanına, mən fikir vermişəm ki, yaxın düşməsin cəmaat ora. O, lap, o üzü qaralarını, lap kobud əxlaqlılarını. Elə gedirsən, onun qəbrinə çatanda Kərbəla ətri gəlir Bəqidən. Bu ildə mən Kərbəlayı ilk dəfə deyəndə, yəni ilk ziyarətimiz idi də, bu ilki, keçən ilki. Gedəndə, bilməm necə oldusa, İmam Hüseyni ilk ziyarət eləyəndə, bir qısa söhbət eləyəndə nəsə onun adını çəkdi, ona işarə elədi. Sonra fikirləşdim ki, bəlkə də Allahın bir lütfüdür ki, qiyamətdə əlimizdən tutar ki, o fəzilətli xanımın adı İmam Hüseynin ilk ziyarətində ona təvəssül elədi, onun adını çəkdi. İrsi şücayət idi, Əli əleyhissalam seçmişdi. Əbəlfəz ağanın çıxış nöqtəsi bu şücayət idi. Bu şücayətlə gəldi, kim oldu gör. Allah birini sevdisə, onun müsbət təbii xüsusiyyətini gör, hansı səmtə yönəltdi. Əlbəttə, Əbəlfəz ağa əbd-i salihdir, Allahın salih bəndəsidir. Əbəlfəz ağa bir çox xüsusiyyətlər əldə elədi ki, onu təqvası ilə əldə elədi. Amma bunun da görün nə qədər rolu var idi, irsi əldə etdiyi xüsusiyyətin. Ona görə deyir, ona şəhadət xəbərini çatdıranda Həzrət Əbəlfəzin, Həzrət İmam Hüseynin birinci sözü oldu ki, mənim oğlum ölmüşdü bəyəm. Hüseyin şəhid olsun.
Dedilər ki, bəli, elə onu əvvəl öldürdülər. Yazırlar ki, İmam Hüseynin şəhadət xəbərini verəndə o saat Əbəlfəz ağanın oğluna dedi ki, sən ata itirdin. Dedi, mən oğlumu tanıyıram. Yəni, bu qədər arxain idi onun şüzayətinə, xüsusiyyətinə. Odur ki, bizdə olan irsi, müsbət və mənfi xüsusiyyətlər var. O müsbət xüsusiyyətlərə əvvəla çox söykənməməliyik, çünki onları zəhmət çəkib əldə etməmişik. İkincisi, Allahdan istəməliyik ki, zəhmətsiz əldə etdiyimiz o müsbət xüsusiyyətləri öz dininə xidmətə yönəltsin, düz istiqamətə yönəltsin və bu yolda çalışmalıyıq və bəzi mənfi xüsusiyyətlər də irsi əldə etmişik, onlarla da mübarizə aparmalıyıq, onların kökünü ürəyimizdən çıxartmalıyıq. Amma Allah bu mübarizəni görəndə ki, biz özümüzlə məşğuluq, Allah deyir ki, hətta mənfi xüsusiyyəti də bayaq dediyim kimi, birinci misalda dediyim kimi, müsbət bir istiqamətə yönəldərəm və sənin mənfi və müsbət xüsusiyyətləri dinin xidmətinə gətirərəm. Bugünkü söhbətim bu qədər. Allah qismət eləsə, gələn həftə hələ bizim bu mövzuda inşallah söhbətlərimiz qalır, davam edərik. Əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim. Qul əuzu bi rabbin nas, malikin nas, ilahin nas, min şerril vasvasil xannas, ellezî yuvasvisu fi sudurin nas, minel cinneti ven nas. Sadaqallahul aliyyul azim.